Dedik ki 3 aylıq körpə ilə hər yerə gedirik, niyə də rayona getməyək? İşimizi şansa buraxıb düşdük yollara. Üzü Şəkiyə tərəf gedən yolda bəyimizin aclığı tutdu, yolun qırağında saxlayıb yeməyini hazırlayıb kriz anını ötürəndən sonra gəldik çatdıq otelimizə. Otelimiz Şəkidən Marxal oteli idi. Biz deluxe otaq rezerv etmişdik, bayağı geniş idi. Otaq hər bir şeylə təmin olunmuşdu. Elə mənzərəsi nəyə desəz dəyər. Düşünün ki, hər səhər gözünüzü belə bir mənzərəyə açırsınız. Bir də otağa əlavə uşaq üçün çarpayı göndərdilər, amma təbii ki bizim balacamız orada yatmadı. Axşam yeməyi üçün otelin daxilindəki Nuxa restoranına gəldik, yedik və daha sonra mən gəldim bu kofe aparatını qurdalamağa. Nəysə, kofemiz dəmləndi, süzüldü. 3 saat 2 eləməyə çalışmışam ki, gəl burada dayan, kofe içilmiş kimi eləyib video çəkək. Daha sonra səhərimizi belə dumanlı hava ilə açdıq. Dedik bir bu havaya qarşı çayımızı, kofemizi içək, sonra düşək səhər yeməyində də çay, kofe içə bilərdik. Düzdür, niyə belə artist elədik, onu da bilmirəm. Nəysə, balacamız yatmışkən dedik fürsət bu fürsət, nə yeyə bildik? Səhər yeməyində çeşid kifayət qədər bol idi. Balacamız da sağ olsun icazə verdi, yedi. Daha sonra isə çıxdıq ki, bir otelin həyətində gəzək, görək nə var, nə yox, həm də biraz hava alaq. Hə, hava yaxşı təsir eləmişdi, yatırdı. Biz də görmədiyimiz günləri görüb meydan çəkirdik. Amma yazıq Yusuf hələ də kolyaska daşıyır. Yolları kolyaska üçün həqiqətən əlverişsiz idi. Xan sarayında o qədər turist var idi ki, heç girə bilmədik. Günorta olmuşdu artıq, gəldik ən məşhur yerlərdən birində piti yeməyə. Həqiqətən ilk dəfə yedik və çox bəyəndik. Marxal otelin yaxınlığında yerləşən Alban məbədində gəzdik. Giriş 2 manat olmalı idi və beləcə günümüzü sonlandırdıq.